Sxemdə AB məntəqə arasındakı məsafə 33.3. AB arasında məsafə 33.3 cm. Xəritədəki məsafə 33.3 cm. Yerli vaxt məsafə, yerli vaxt fərqi isə 120 dəqiqədir. A ilə B arasında A-dan B-yə 120 dəqiqə. Miqyas hesablayın. Miqyas, sual. Miqyas deyirsə, biz miqyas tənasümünü yazaq. 1 santimetrdə miqyas, xəritədəki məsafə, həqiqi məsafə. Miqyasımız məlum deyil. Xəritdə məsafəmiz məlumdur. Miqyasda biz həqiqi məsafəni tapmalıyıq. Həqiqi məsafəni tapmaq üçün AB ekvator üzərindədir. Görünür burada 0 dərəcə enlikdə. Ekvator üzərində. Ekvator. Biz bilirik ki, dərəcə, birinci dəqiqə veriləndə və ya saat veriləndə onu dərəcəyə çeviririk. 1 dərəcəmiz 4 dəqiqə, x dərəcə 120 dəqiqə. Buradan x vurulsun 4 bərabər 120, x bərabər 120 bölünsün 4 bərabər 30 dərəcə. Deməli, bunlar arasında dərəcə fərqi 30 dərəcədir. 30 dərəcə. İndi biz həqiqi məsafəni tapmaq üçün dərəcəni kilometrə çevirək. Bu da nə üzərində? Ekvator üzərində. Ekvatorun 1 dərəcə qoşulsun 111 kilometr. 30 dərəcə həqiqi məsafə. Bunun həqiqi məsafə bərabərdir. 30 vurulsun 111. Həqiqi məsafə də bərabərdir. 3330 kilometr. Həqiqi məsafəni tapdıq. Gətirək qoyaq burada yerinə hesablayaq. 1 santimetrdə miqyas, bunu axtarırıq. Xəritə məsafə 33.3 santimetr. Həqiqi məsafə 3330 kilometr. Buradan da miqyas vurulsun 33.3 bərabərdir 3330. Miqyas da bərabərdir 3330 bölünsün 33.3. 33.3. O da bərabərdir. Miqyas bərabərdir 100. Onda 100 minə vururuq. Çünki 1 kilometr 100 min santimetrdir. 100 minə vururuq. 5 sıfır əllilik. Ola 1 bölünsün 2, 1, 2, 3, 4, 5, 3, 6. 1 bölünsün 10 milyon. Cavab A variantı. Ankara şəhəri 33 şərq uzunluğunda, New York 74 qərb uzunluğunda. Bu şəhərlər arasında vaxt fərqini təyin edirik. Dərəcələr verilib, çeviririk bunları vaxta. Ankara, deməli, Ankara yerləşir 33 şərq uzunluğu. New York yerləşir 74 qərb uzunluğu. Bunlar arasında deyil vaxt fərqini. Vaxt fərqini tapmaq üçün dərəcələr verilib. Dərəcə verilibsə biz dərəcə fərqini tapırıq. Dərəcə fərqi bərabərdir. 74 qərb uzunluğu 33 şərq uzunluğu. Fərqli olduğu üçün qərb şərq toplayırıq. O da bərabərdir. 4 104 dərəcə. 104 dərəcəni də gəlin çevirək saata. 104 dərəcəni. Deməli, 1 dərəcə, 1 saat, daha doğrusu 15 dərəcə, x saat 104 dərəcə, 107 dərəcə, öz üstə, 107 dərəcə. Yəni, burada 15 vurulsun, x bərabər 107, x bərabər 107 bölünsün 15. Deməli, burada 7 dəfə düşür, 5, 105. 2 dərəcə qalır. Deməli, 7 saat, 2 dərəcə qalır. 2 dərəcəni də çevirək. 1 dərəcəmiz 4 dəqiqədirsə, 2 dərəcəmiz x. X də bərabər 4 vurulsun 2 bərabərdir 8 dəqiqə. 7 saat 8 dəqiqə. Cavab D variantı.
Yerli vaxtının London vaxtına 2 saat 16 dəqiqə irəli. İrəli bizdir ki, yer kürəsi qərbdən şərqə doğru fırlandığı üçün hər hansı məntəqədən biz qərbə gedəndə ondan geri, şərqə gedəndə isə ondan irəli olur. Londonda Greenwich hesablanır, 0-cı meridian hesablanır. Bütün saat qurşaqları buradan hesablanır. 2 saat 16 dəqiqə irəli olduğu məntəqə ilə 2 saat 16 dəqiqə. Gəlin bunu tapaq ki, hara gəlibsə. 2 saat 16 dəqiqə. Çevirək dərəcəyə. Deməli, 1 saat 15 dərəcə. Ayıraraq da tapaq. Deməli, 2 saat x dərəcə. X də bərabərdir. 15 vurulsun 2 bərabər 30 dərəcə. Bu. 30 dərəcə. İndi dəqiqəsini tapaq. 16 dəqiqə. 1 dərəcə 4 dəqiqə. X dərəcə 16 dəqiqə. X vurulsun 4 bərabər 16. X bərabər 16 bölünsün 4 bərabərdir 4 dərəcə. Üstünə gəlirik 4. 34 dərəcə. Deməli, Greenwichdən sağa 34 dərəcə gedib. Greenwichdə bizdik 0-dır. 0-dan sağa doğru gedirsə gəlir çatır. Deməli, 34 şərq zonu. Məntəqə ilə, yəni bununla 24 şərq zonalar arasında 24 şərq zonu. Riga şəhərində şəhər arasında yerli vaxt fərqini buradan bura. Yenə dərəcələr verilib. Dərəcə fərqini tapırıq. Bərabərdir. 34 şərq zonlu. Dərəcə verilirsə mütləq dərəcə fərqini tapırıq. Saat verilirsə saat fərqini tapırıq. Dərəcə çeviririk. Eyni olduğu üçün, eyni yarımki olduğunu çıxırıq. 34-dən 23 çıxanda deməli, daha doğrusu 11 dərəcə. 11 dərəcə. İndi 11 dərəcəni çevirək. Biz dəqiqə deyir. Neçə dəqiqə? 1 dərəcə 4 dəqiqə. 11 dərəcə x dəqiqə. X də bərabər 4 vurulsun 11 bərabərdir 40. Yox, 24 deyə bu üzr istəyirəm. 10. Texniki səhvdir, üzrlüsən. 10. Daha doğrusu 40 dəqiqə. Cavab D belədir. Ekvatorun 5328 kilometr cənub ekvatorun cənubda A nöqtəsinin yerli vaxt 30 qərb uzunluğunun yerli vaxtına 80 irəlidir. Birinci ardıcıl gedək. Məsələ həllində mütləq ardıcıllıq vacibdir. Ekvatorun 5328 km cənubunda. Bu ekvator. Ondan 5328 kilometr cənuba gəlib. Yəni çatıb bura. Birinci baxaq ki, hara çatıb? Cənubundakı A nöqtəsini, birinci A-nı tapaq ki, hara tapaq. Meridian üzərə. Meridiana da 1 dərəcə qoysun 111 kilometr. X dərəcə 5328 kilometr. Buradan da X vurulsun 111 bərabərdir 5328. X də bərabərdir 5328 bölünsün 111. X də bərabərdir 48 dərəcə. Deməli, 48 dərəcə cənuba gəlib. 48 dərəcə cənuba gəlibsə, 48 cənub endarəsi. Bura çatıb. İndi gedək buradan sonra nə deyir? Deməli, yerli vaxtı 30 qərb uzunluğunun 30 qərb uzunluğunun yerli vaxtının 88 dəqiqə irəlidədir. İrəlidirsə sağdadır. 88 dəqiqə. 88 dəqiqə irəlidədir. İrəlidədirsə bunun 48 cənub endarəsi. Bunu tapmışıq. Var getdi. İndi 88 dəqiqəni dərəcəyə çevirək. 1 dərəcə 4 dəqiqə. X dərəcə 88 dəqiqə. 4 vurulsun x bərabər 88. X bərabər 88 bölünsün 4 bərabər 22. 22 dərəcədir, sağa gedib. 30 qərb uzunluğudur. 30 qərb uzunluğu 22 dərəcə gedən çıxırıq. 22 bərabər 8 qərb uzunluğu. Cavab C variantı.
45 şərq uzunu yerləşən Şərurda çıxan günəş 20 dəqiqə əvvəl hansı şəhərdə çıxmışdır? Naxçıvanda, Şərurda. Deməli, 45 şərq uzunluğu, Şərur. Çıxan günəş 20 dəqiqə əvvəl. Əvvəl deyirsə, biz sağa gedirik. Və neçə dəqiqə? 20 dəqiqə. Çevirək dəqiqəni dərəcəyə. 1 dərəcə 4 dəqiqə. X dərəcə 20 dəqiqə. 4 vurulsun x bərabər 20. X bərabər 20 bölünsün 4 bərabər 5. 5 dərəcə fərq var. 45, 5 dərəcə gələndə 50 şərq uzunluğu. 50 şərq uzunluğunda da Ordubad, Naxçıvan, Balakən bunlardan Bakı olacaq. Yerli vaxt fərqi London yerli vaxt 6 saat 48 dəqiqə irəli. Yəni irəli deyirsə sağa gedirik. Çünki yer küləsi qərbdən şərqə doğru fırlanır. İrəli deyirsə şərqə doğru gedirik. London 0-cı uzunluq. Bütün saat qurşağı Londonla hesablanır. 6 saat 48 dəqiqə. 6 saat 48 dəqiqə. Çevirək bunu dərəcəyə. 1 saat 15 dərəcə. 6 saat x dərəcə. X də bərabər 6 vurulsun 15 bərabərdir 90 dərəcə. 90. Hələ dəqiqəsini tapaq. 90 dərəcə. İndi 48 çevirək dərəcəyə. 1 dərəcə 4 dəqiqə. X dərəcə 48 dəqiqə. X vurulsun 4 bərabər 48. X bərabər 48 bölünsün 4 bərabər 12. Üstünə gələk 12 bərabər 102 dərəcə. 102 dərəcə deməli Qrimviçdən gedib. 102 dərəcə Qrimviçdən sağa gedibsə gəlib çatır. Deməli 102 şərq uzunluğu. 102 şərq uzunluğu. Çatdıq bura. Məntəqə ilə Bakı şəhəri arasında. Bakıda yerləşir 50 şərq uzunluğu. Bakı. Vaxt fərqi. Yəni dərəcə verilib. Birinci dərəcə fərqini tapırıq. Bərabər 102 şərq uzunluğu. 50 şərq uzunluğu. Eyni olduğunu çıxırıq. Bərabərdir. 52 dərəcə. İndi 52 dərəcəni də çevirək. Biz sağda. Nə qədər fərq var? 1 saat 15 dərəcə. X saat 52 dərəcə. 15 vurulsun x bərabər 52. X bərabərdir 52 bölünsün 15. Demək 3 dəfə düşür 45. 7 qalır. 3 saat 7 dərəcəni çevirək. 1 dərəcə 4 dəqiqə. 7 dərəcə x. X də bərabərdir. 7 vurulsun 4 bərabər 28 dəqiqə. 3 saat 28 dəqiqə. Belədir. 40 şimal 60 qərb uzunluğunda yerləşən məntəqədən 90 azimutda 6978 kilometr. Biz 90 azimut deyirsə bizi hansı saat qurşağıdır? Deməli 40 daha doğrusu 40 şimal 60 qərb uzunluğu. Bu nöqtədən. 90 azimutla şərqə doğru. 5978 kilometr. İndi gəlin 5978 kilometr. 40-cı paralel üzərinə. 40-cı paralelin 1 dərəcə qoyulsun uzunluğunu bilirik ki. Gəlin baxaq ki, bunu dərəcəyə çevirək. Bunu dərəcəyə çevirmək üçün 40 dərəcə paralel qoyulsun, 1 dərəcə qoyulsun uzunluğunu bilirik ki, 1 dərəcə 85, onda 4-dür. Yəni dərəcəni tapaq. X dərəcə 5000 deməli 978. X vurulsun 85, onda 4 bərabərdir. 5978. X də bərabər 5978 bölünsün 85, onda 4. Bölünsün 85, onda 4. X də bərabər 70 dərəcə. Deməli 70 dərəcə hərəkətləyiblər. 70 dərəcə hərəkətləyirsə biz paralel olduğu kimi qalır. Yəni paralel dəyişmir.
70 dərəcə. Biz uzunluğa baxırıq. 60 qərb uzunluğuna 70 dərəcə gəlirik sola. Və 60-dan çıxırıq 70-i. Eləcə -10. -10 olduğu üçün bu qərb uzunluğudur, onda keçir şərq uzunluğa. Onda olacaq, deməli, 10 dərəcə şərq uzunluğu. 10 dərəcə şərq uzunluğu. Hansı saat qurşağına çatar? 10 şərq uzunluğu. Yəni 10 dərəcəni baxaq, neçə saata dövr edir? 1 saat, 15 dərəcə, 10 dərəcə, daha doğrusu, yeni səhv yazdım. 1 saat, 15 dərəcə, x saat, 10 dərəcə. 15 vurulsun, x bərabər 10, x bərabər 10 bölünsün 15. Deməli, 15-dən kiçik olduğu üçün, yəni 15 dərəcədən kiçik olduğu üçün, bu, deməli, 10 bölünsün 15. Yaxşı, gəlin bölək. Deməli, 0 tam, yüzdə də 6 düşür. 90, 10 düşür. 6. Deməli, burada 0,6 dərəcə. 0,6 dərəcə. Burada biz bu hesablama qaydasından tapa bilərik. Bu şifahi qaydadan tapa bilərik. Burada biz dedik ki, hər dərəcə arasındakı fərq 15 dərəcədir. Və bu da 15 dərəcədən azdır. 15 dərəcədən azdır. Gəlin, 0,6 düşdü. Yəni, deyək ki, 6, 7, yəni belə deyək, 15 dərəcənin içərisində var. 15 dərəcənin içərisində var. Amma baxaq ki, hansı saat qurşağında yerləşir? Demək, 10-cu dərəcədir. Biz birinci saat qurşağına baxsaq, demək, birinci saat qurşağı 0, biz dedik ki, 15 dərəcədir. 7,5, 7,5-dir. Şərq uzunluğu. Və 7,5-dən başlayaraq, ikinci saat qurşağı 15 şərq uzunluğudur. Bu tərəf 7,5-dir, bu tərəf olur, deməli, 22,5. Və biz də 10-cu uzunluq da buradadır. 10 şərq uzunluğu. Və 10 şərq uzunluğuna baxanda görürük ki, biz 0-cı yox, 1-ci saat qurşağına düşəcək. 0-cı yox, 1-ci saat qurşağına. Çünki 15-dən aşağı olanda, əgər ədəd şərq uzunluğudursa, bu olur 1-ci saat qurşağı. D variantı. Əgər böləndə 1-dən aşağı qiymət alınırsa, Wellington şəhərinin yerin xəyali fırlanma sürətini hesablayın. Fırlanma sürətini tapmaq üçün, deməli, 40 dərəcə, 1 dərəcə qoyulsun uzunluğu. Wellingtonda 85,4-dür, 1 dərəcə 85,4 kilometrdir. Onu da vururuq 1 saata neçə dərəcə dövr edir? 1 saata 15 dərəcə. Ona görə 85,4 vurulsun 15. 85,4 vurulsun 15. Bu da eləcə 1281 kilometr bölünsün saat. A variantı. Sonra cədvəl əsasən 20 sentyabrda, 20 sentyabr deyəndə günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator 0 dərəcə enlik. Buna yaz gecə gündüz bərabərlik deyilir. Gecə gündüz uzunluqları bərabərdir. Günəş şüaları bərabər paylanır. Şimal yarımkürəsinin şimal məntəqələrin yerli vaxtları, bu məntəqələrə günorta vaxt günəş şüalarının düşmə bucağı verilmişdir. Yerli vaxtı verilib, bir də düşmə bucağı verilmişdir. Buna əsasən aşağıda fikirli hansı doğru deyil? Doğru deyil. Bir, həm düşmə bucağı verilib 21 martda, həm də onların yerli vaxtları verilib. Ekvatora ən yaxın yerləşən məntəqə 5-ci məntəqədir. Ekvatorun düşmə bucağını tapaq, yəni 21 martda günəşin düşmə bucağı bərabər 21 mart 20 sentyabr üçün 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqədə deməli günəşin düşmə bucağı 80-dirsə, 80 bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. O eləcə 10 dərəcə. 10 dərəcədirsə, digərlərinə baxsaq görək ki, bu ən daha yaxındır. Bu doğrudur. Bu doğru olmayan soruşur. Doğrudur. Günəş ən tez 3-cü məntəqədə çıxır. Biz saatlara baxsaq, ən irəlidə olan məntəqədə günəş birinci çıxır. Burada da 13-15 bunların içərisində ən irəlidir. B məntəqəsi doğrudur. Çünki qərbdən şərqə doğru fırlanır yer kürəsi. Öz ox ətrafı. 4-cü məntəqə 30 şimalında yerləşir. 4-cü məntəqəyə baxaq. 60 qoysaq bura.
bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Bu da 30 dərəcə. Bu da doğrudur. Şimal qütbünə ən yaxın yerləşən məntəqə birinci məntəqədir. Şimal qütbünə 15, qoyaq 15 dərəcə bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Bu da bərabərdir 75 dərəcə. Bu da doğrudur. Deməli, ikinci üçüncü məntəqə lazım. Yerli vaxt var 2 saat 2, ikinci məntəqə 12, 10. Üçüncü məntəqə 13, 5. Üçüncü məntəqə. Üçüncü məntəqə 13, 5, 12, 10. Deməli, buradan çıxa bilməli. Burada bir dənə veririk. Bura 65, 0. Deməli, daha doğrusu çıxırıq daha. 65, daha doğrusu 5, 0, 0 saat. Yəni 55 dəqiqə fərq var. Amma burada deyir 2 saat 30 dəqiqə. Bu səhvdir. İkinci üçüncü məntəqə arasındakı cəmi 55 dərəcə, 55 dəqiqə fərq var. Y variantı. Doğru deyil. ABCD xəttlərin uzunluqları 1200, 12210 km. BC məntəqənin yerli vaxt fərqini müəyyən edin. A, B, C, D. A-dan B-yə, B-dən C-yə, C-dən D-yə. Bunlar arasında uzunluq 12210 km. BC-nin yerli vaxt. Birinci dərəcəni tapmalıyıq ki, BC-nin yerli vaxt fərqini tapaq. Birinci gəlim A-dan B-yə. A-dan B-yə gələndə neçə dərəcə gedir? 50-dədir, bu 0-dır. 50 dərəcə. A, B bərabərdir 50 dərəcə. BC-ni bilmirik. CD bərabərdir C-dən D-yə 0-dan 20-yə 20 dərəcə. Deməli, bunların biz kilometrlə hesablayaq ki, BC nə qədərdir. Sonra ona uyğun olub taparıq. Deməli, bunların dərəcəni toplasaq, çünki ikisi də meridian üzərində gedir. Ona görə bunları birbaşa tapaq. 70 dərəcə. 70 dərəcə meridian qoyuz. 1 dərəcə 111 kilometr. 70 dərəcə həqiqi məsafə. Həqiqi məsafə bərabər 70 vurulsun 111 bərabərdir 7770. Deməli, ABCD məsafəsi 7770 kilometrdir. İndi gəlin CD-ni tapmaq üçün, BC-ni tapmaq üçün biz ümumidə 12210-dan deməli 12210-dan 12210 çıxılsın 7770. Niyə? Çünki BC-ni tapırıq. 12210 deməli çıxılsın 7770. 4440 kilometr. Deməli, BC-də 4440 kilometrdir. Həqiqi məsafəni biz indi çevirək dərəcəyə. Bu ekvator üzərinə gedir, çünki 0-cı paraleldir. 1 dərəcə 111 kilometr. X dərəcə 4440 kilometr. X vurulsun 111 bərabər 4440. X bərabər 4440 bölünsün 111 bərabərdir 40 dərəcə. Yəni 40 dərəcəni biz çevirək saata. 40 dərəcəni çevirək saata. 1 saat 15 dərəcə. X saat 40 dərəcə. 15 vurulsun X bərabərdir 40. X bərabərdir 40 bölünsün 15. 2 düşür 30. 10 dərəcə qalır. Deməli, 2 saat, bunu dərəcə dəqiqəyə çevirək. 1 dərəcə 4 dəqiqə, 10 dərəcə x dəqiqə. X də bərabər 4 vurulsun 10, 40 dəqiqə. 2 saat 40 dəqiqə D variantı. E ilə Venn diaqramını tamamlayan ikinci saat, üçüncü saat quşun ortaq cəhətləri. Orta meridianı 30 şərq uzunluğudur. Yəni, ikisinin də orta meridianı 30 şərq uzunluğu ola bilməz. İkinci saat quşağı 1 saat deməli 15 dərəcə, 2 saat x. Burada x bərabərdir 15 vurulsun 2 bərabərdir 30. Bu olur 30 şərq uzunluğu. 30. Bu isə 3 qoyanda eləyir 45 şərq uzunluğu.
Ortaq cəhət deyil. Azərbaycan daxil olduğu saat qurşağıdır. Azərbaycan yerləşir 50 şərq uzunluğu. 50 şərq uzunluğunda, deməli, ikinci saat qurşağında yerləşmiş. İkinci saat qurşağı 30-dur. Solu da olacaq 30, 37,5 sağı. Ona görə yerləşmiş. 37 şərq uzun meridianı qonşu saat qurşaqları sərhəddi təşkil edir. 37. Gəl baxaq. Deməli, bu 30-dur. Bu 45-dir. 45-in solu 7,5 çıxırıq. 37,5. Bunun da sağı üstünə gəlirik 37,5. Çünki 7,5 üstünə gəlirik 7,5 çıxırıq. Bu da 37,5 eləyir. Niyə çıxırıq? Çünki bir saat qurşağının kənarları ortası 30-dursa, cəmi 45-dir. 15-dir. Ona görə üstünə gəlirik 7,5 çıxırıq 7,5. Yəni, onun kənarları 37,5 22,5. Ona görə D variantı doğrudur. 20 sentyabrda, 20 sentyabr deyən kimi yenə biz yazırıq. Günəşin zenitdə olduğu məntəqə. Ekvator. 0 dərəcə uzun, enlik. Deməli, tarix günorta və A nöqtəsinin şərqli basınc kök uzunluğu 0 metrdir. 0-dırsa elə A nöqtəsi ekvator üzəridir. Çünki 90 dərəcə düşür. Ekvator. Həmin anda Cape Town şəhərinin 34 cənub endarəsi, 18 şərq uzunluğu. 34 cənub endarəsi, 18 şərq uzunluğu. Burada Cape Town. Yerli vaxt saat 6-dır. 06:00. A nöqtəsinin Cape Town şəhərinin hansı istiqamət yeri? A nöqtəsinin Cape Town şəhərindən və deyik ki, həm də 0 metrdirsə kölgə. Kölgə 0 metrdirsə, düşmə bucağı 90 dərəcədir. Həm də günortadır. 12:00-dur. Bəli. 12:00 burada 6-dırsa, burada deməli 12:00-dursa, deməli bu məntəqə burada 6 səhərdirsə, amma A məntəqəsi günortadırsa, deməli məntəqə sağdadır. Çünki biz sağa doğru getdikcə dedik saat irəli, sola doğru geri olur. Çünki qərbdən şərqə doğru fırlanır. Onda sağda yerləşir həmin A məntəqəsi və deyir A nöqtəsinin Cape Town şəhərindən, Cape Towndan olacaq şimal-şərq variantı.